Хорошо, задам такой вопрос. Belə bir sual vermək istəyirəm. Как вы думаете, какое самое безопасное место в этом мире, на этой земле? Necə fikirləşirsiniz? Bu dünyada ən təhlükəsiz yer hara ola bilər? Какие идеи у вас есть? Hansı ideyalarınız var? Да. İsa Məsihin qanadlarının altı. Аминь. Аминь. Какие вы все духовные. Necə də Я думал, сейчас вы ruhanisiz. скажете Канада Elə bildim или ki, Израиль. deyəcəksiniz Kanada ya da İsrail, Да, да. İsveçrə. Самое безопасное место – это находиться в воле Божьей. Ən təhlükəsiz yer Tanrının iradəsində olmaqdır. Да. Давайте откроем отрывок из Евангелия от Луки, Lukanın İncilindən 8 глава, 23 стих. 8-ci fəsil 23-cü bəndi açaq. Да. Тут речь идет о том моменте, когда Иисус Христос находится со своими учениками в лодке. Burada söhbət ondan gedir ki, bu İsa Məsih öz şagirdləri ilə qayıqdadır Да. И Иисус Христос, Он спит. və İsa Məsih burada yatır. И в это время, когда Он спит, происходит буря, шторм. Və o yatan vaxtı tufan qopur. И профессиональные рыбаки, которые много раз, наверное, видели такие шторма, они находятся в страхе. Və bu vaxt professional balıqçılıqla məşğul olan insanlar, hansı ki dəfələrlə belə tufan görüblər, onlar bu tufandan möhkəm qorxurlar. И вот 23 стих. Və 23-cü bənd. Во время плавания их он заснул. На озере поднялся бурный ветер и заливало их волнами, и они были в опасности. И, подойдя, разбудили его и сказали: «Наставник, наставник, погибаем». Но он, встав, запретил ветру и волнению воды. И перестали, и сделалась тишина. И 25 стих. Тогда он сказал им: «Где вера ваша?» Они же в страхе и удивлении говорили друг другу: «Кто же это, что и ветрам повелевает, и воде, и повинуется ему?» 23-cü bənddən 25-ə kimi. Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə bir tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər. Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: "Ustad, ustad, biz həlak oluruq." İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü. Onda o şagirdlərinə dedi: "Sizin imanınız hardadır?" Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşdular: "Bu adam kimdir ki, həm küləklərə, həm suya əmr verir?" Onlar da itaət edir. Знаете, когда Иисус Христос, Он жил на этой земле 33 года, İsa Məsih yer üzərində yaşadığı bu 33 ildə Он, каждый его шаг, onun hər addımı, каждый его шаг был по вере. o hər addımını imanla atırdı. Он полностью доверился воле своего отца. O bütünlüklə öz atasının iradəsinə etibar edirdi. Да, это было удивительное доверие отцу. Və bu onun atasına olan heyrətamiz bir etibarı idi. У него, если можно так сказать, были невидимые часы на его руках. Sanki onun əlində Божьи часы. gözə görünməyən bir saat var idi, Allahın saatı. Сколько раз его хотели побить камнями, сколько раз хотели его убить. Nə qədər onu döymək istəyiblər, onu daşlamaq istəyiblər. Да. Но в Писании говорит, что ибо не наступил его час, не наступил его час. Amma kəlamda yazılır ki, hələ ki o həmin vaxt yetişməmişdi. Да, он знал Божью волю и куда он движется. Və o Allahın iradəsini bilirdi. И, конечно же, он был человеком, конечно же, он был уставшим. Əlbəttə ki, o həmçinin bir insan idi və yorulurdu. Да, он нуждался во сне. Və o yuxuya gedirdi. Да, но он полностью доверился отцу, что отец доведет его туда, эту лодку туда, куда он плыл. Amma o bütünlüklə öz atasına etibar edirdi və bilirdi ki, qayıq getməli olan yerə gedəcək. Да. Могла ли эта лодка опрокинуться? Qayıq burada tufanda bata bilərdi.
Я думаю, могла бы. Mümkündür, düşünürəm ki. Мог ли Иисус Христос не успокоить эту бурю? Ola bilərdi ki, İsa Məsih bu tufanı yatıra bilməsin, yatırmasın. На самом деле он успокоил бурю ради своих учеников. Əslində o elə o tufanı öz şagirdləri üçün yatırtdı. Он показал свою власть, что он имеет даже силу над природой. Bu şəkildə o öz şagirdlərinə təbiətin üzərində olan səlahiyyətini göstərmiş oldu. Вот почему он спокойно спал. Bax, buna görə o sakit şəkildə Он yatırdı. знал, что каждый волос на его голове сосчитан, что все контролирует его отец. O bilirdi ki, hər bir şeyi onun atası idarə eləyir, hər şey hesablanıb. Но вот наступил момент, когда ему пора идти на крест. Və vaxt yetişir ki, o çarmıxa gedən vaxtı çatır. И вот он молится в Гефсиманском саду. Və Gefseman bağında dua edir. Теперь он не спит, İndi o yatmır, теперь он молится. indi dua eləyir. Он в сильном борении. Və möhkəm təlaş keçirir. Да. Писание говорит, что даже кровь выступила у него на лбу, как пот. O qədər təlaş keçirir ki, kəlamda yazılıb ki, hətta onun alnında qan da yaranır. Да, теперь он не спит. Və indi o yatmır. Но спят его ученики. Amma yatan onun şagirdləridir. И он трижды обращается к спящим своим ученикам. Бодрствуйте со мной, побудьте со мной в молитве. Və o öz şagirdlərindən nə qədər şagirdlərinə tapşırır ki, yatmasınlar, amma dua etsinlər. Да, 3 раза. Və 3 dəfə bunu xahiş edir. Но deyir. ученики, они слабые. Amma şagirdlər zəifdirlər. Знаете, есть разные виды сна. Bilirsiniz, yuxunun çoxlu növü var. Вам когда-нибудь говорили, как вы спите ночью? Nə vaxtsa deyiblər bunu, siz yatanda necə yatırsınız? Да, мы можем спать по-разному. Müxtəlif cür yata bilərik. Иисус Христос, когда Он спал в лодке, Он полностью доверился Отцу, и это был сладкий сон. İsa Məsih qayıqda yatanda o bütünlüklə atasına etibar edirdi və onun şirin yuxusu var idi. Ученики, когда они спали, написано, они спали от печали. Ancaq şagirdlər həmin vaxt yatanda yazılıb ki, onlar kədər içində yatmışdılar. Да. Kədərli olaraq. Вот самое безопасное место. Это воля Божья. Və ən təhlükəsiz yer Tanrının iradəsi olan yerdir. Знаете, но можно спать еще и от беспечности. Bilirsiniz, Yani dünya vecinə deyil. heç nəyi vecinə almadan yatmaq olar. Да. Например, Məsələn, пророк Иона, Юнус Yunus пeyğəmbər, peyğəmbər. он убегал от воли Божьей. O Tanrının iradəsindən qaçırdı. Было задание, Бог поручил ему плыть куда-то. Onun Tanrı ona bir tapşırıq vermişdi, bir yerə getməli idi. Да. И он на корабле спит. Və o gəmidə yatır. Он спит в это время, когда снаружи идет шторм, когда буря вокруг. Və tufan baş verir, amma o yatır. Да, люди погибают. İnsanlar həlak olur. Но он спит, потому что он убегает от воли Божией. Amma o yatır çünki Tanrının iradəsindən qaçır. Есть другая еще история. Başqa bir hekayə də var. В книге Деяния апостолов, 27 главе. Həvarilərin işləri 27-ci fəsil. Давайте откроем Gəlin açaq. 22 стих. Можно открыть? Həvarilərin işləri 27-22. Апостол Павел находится на корабле. Həvari Paul burada gəmidədir. И он знает, что он находится в воле Божьей. Və o bilir ki, o Tanrının iradəsindədir. И он плывет в Рим в качестве узника. Və burada o Romaya gedir. Да, давайте Деяния. Я этим завершу. Və bununla da bitirirəm. Павел начинает ободрять людей, которые вместе с ним плывут на корабле. Paul onunla birgə gəmidə olanları başlayır ruhlandırmağa. Теперь же убеждаю вас ободриться, потому что ни одна душа из вас не погибнет, а только корабль. İndi isə öyüd verərək deyirəm, ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. Ибо ангел Бога, которому принадлежу я и которому служу, явился мне в эту ночь и сказал: «Не бойся, Павел,
тебе должно предстать пред Кесаря. И вот Бог даровал тебе всех плывущих с тобою. Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi: Qorxma Paul, sənin Qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı. И хочу сделать ударение. Тебе должно предстать пред Кесаря. Bir vurğu etmək istəyirəm. Burada yazılıb ki, Qeysərin qarşısına çıxmağın lazımdır. То есть Господь определил ему, чтобы он стоял перед Кесарем. Yəni ki, burada Tanrı özü bunu istəyib ki, Paul Qeysərin qarşısında dayansın. И никакая сила, никакой ветер, никакой шторм этому не сможет помешать. Və heç bir külək, heç bir tufan buna mane ola bilməz. Далее мы знаем, что будет кораблекрушение. Biz bilirik ki, sonra burada gəmi tərsinə dönür. Газая Qəzaya угрожает. uğrayır. Да, и даже потом змея его ужалит еще. Daha sonra ilan Ужалит санджах. sancacaq. Но ничто его не остановило, Amma heç nə onu dayandırmır. потому что он находился в воле Божьей. Çünki o Tanrının iradəsində idi. И хотя даже корабль затонул, Və hətta gəmi batsa belə, на самом деле мы привыкли, что если он в воле Божьей, то корабль не должен потонуть, но он потонул. hətta biz bilsək ki, Tanrının iradəsinə görə bu batmamalıdır, hətta batsa, Но цель была достигнута. ancaq o öz məqsədi yerinə yetiriləcəkdir onun. Точно так же и в нашей жизни. Eləcə də bizim həyatımızda Мы находимся в воле Божьей. biz Tanrının iradəsindəyik И с нами разное, что случается в этой жизни. və həyatımıza nə baş verirsə versin, Но тот, который начал в нас это доброе дело, он довезет его до конца. Tanrı bizdə başladığı bu yaxşı əməlləri axıra qədər yerinə yetirəcək. Да, конечно, нам нужно предохраняться, нам нужно охранять себя. Əlbəttə biz özümüzü qorumalıyıq. Да, нам нужно охранять себя от коронавируса, я не знаю, еще от чего, и так далее. Но каждый волос наш сосчитан. Bəli, biz çoxlu şeylərdən qorunmalıyıq, məsələn, koronavirus və sair şeylərdən qorunmalıyıq, amma bizim başımıza gələn hər bir şey hesablanıb. Да, как прекрасно, я заканчиваю, находиться в воле Божьей и жить по Божьим часам. Və nə gözəldir Tanrının iradəsində yaşamaq və Tanrının saatında olmaq. Да, и наступит день тогда, когда Господь скажет, что достаточно. Vaxt gələcək, Tanrı onda bizə deyəcək ki, artıq kifayətdir. Как он сказал этому рабу, войди в радость мою. Necə ki, o orada qula deyir ki, Добрый и верный раб, salih войди qul, в радость мою. mənim Sevincimə daxil ol. sevincimə daxil ol. Да, и мы предстанем пред Господом. Və biz Tanrının qarşısında dayanacağıq. Хорошо, вот